Sabahın gözü açılmamış yenə əsəbim qarışıb bir-birinə. Bu gün nə olub? Bizdə niyə növbə mədəniyyəti yoxdur? Baba bizdə nə vaxt formalaşacaq? Yekə-yekə adamlardılar bunlar. Dəhşət bir şeydir də. Əslində növbə mədəniyyətinin ciddi psixoloji bir səbəbləri var, kökü var. Mənə maraqlı deyil onların psixoloji problemləri. Mən növbəmə girməsinlər. Dur növbəndə də ay bala, mən sənə kim deyir ki, sənin işin mənimkindən daha vacibdir? Aha. Gəl indi onlar tərəfindən baxaq, onların baxış bucağından baxaq. Sizcə niyə onlar elə düşünürlər, bir növbəyə əməl eləmirlər? Məncə onlar özlərinin bu dünyanın mərkəzində hesab edirlər. Deyirlər, mən varam, başqaları vecimə deyil. Əsas birinci mənəm. Ay, sağ ol. Bəs bu fikir nə vaxt formalaşar səncə? Vallahi onu mən bilmirəm. Bilmirəm. Uşaqlıqdan anası buna deyib ki, birinci sən yaxşısan, ondan formalaşıb. Yoxsa bu dünyanı ədalətsiz görürlər, özlərilər ki, bu ədaləti mən qoruyacağam, ondan formalaşıb bilmirəm. Amma hər nədirsə məni bezdirib artıq. Aha. Uşaq vaxtı uşaq dünyaya gələndə elə ki ana bətnindən bu dünyaya gəlir. Uşaq düz 5 yaşına kimi ana ilə bir paradigma içində olur. Uşaq 5 yaşına kimi ananı özündən ayırmır. Elə bilir ki, ana da özüdür, özü də anadır. Aha. Tam bir paradigma içində olur. Bu paradigma içində olması bizi dünya ilə sərhədsiz eləyir. Məsələn, yəqin görmüsünüz, balaca uşaqlar anasının ya bir paltarını, ya bir xalatını kimsə geysə gedib dartışdırır ki, çıxart, ver bu mənim anamdır, mamamdır. ver mənim anamdır, mənimdir. Yox da anası kimsə qucağına bir uşaq götürsə, aləmi qopardır. Deyir ki, uşaqlıq qısqanclığı. Qısqanc. Əslində bunun kökündə qısqanclıq yatır. Çünki körpə uşaqlar qısqanclıq bilməz. Onlar o qədər safdılar, o qədər təmizdirlər ki, orada mənimsəmə var, sərhədsizlik var. Bunu psixologiyada sərhədsizlik adlandırırlar. İnsanlar dünyaya müəyyən dövrə qədər yəni şəxsiyyət formalarına qədər sərhədsiz davranırlar. Sərhədsiz davranma necədir? Sərhədsiz davranmada dünya hamısı mənimdir. Ana da mənimdir, ata da mənimdir, evdəki yorğan da mənimdir, divar da mənimdir, bizim evimiz, evdə mənimdir. Burada mənim anlayışı o qədər yüksəlir ki, və valideyn asta-asta, valideyn yox, bələdçi olaraq uşağı yavaş-yavaş öz mənindən ayırmağa başlayır. Əslində mənindən ayırmır. Ana ilə birlikdə hər şey öz məni hesab edib paradigmadan qopartmağa başlayır. Bəs bunu başa düşürük də, bu 5 yaşında uşaqdır. Bu qabağımızda olan 5 yaşında uşaq deyil, deyəm ki, 5 yaşında uşaqdır. Bu 5 yaşında uşaqdır da, mən bunun hər cür problemin başa düşə bilərəm, hər cür hərəkətin başa düşə bilərəm. Amma qarşımızdakı insan nə körpə uşaq deyil, nə hədsiz qoca adam deyil, deyəm ki, qocadır, səbri çatmır, dözmür. Bu həm cavandır, həm orta yaşlı adamdır, həm qadındır, həm kişidir. Bunlar niyə belə eləyir? Bunların ki 5 yaşı yoxdur. Aha. Deməli, o ki, valideyn ki, uşağı o paradigmadan çıxartmır, bilmir. Yəni valideyn olaraq davranır, bələdçi olaraq davranmır. Məsələn, uşaq tərbiyəsində alimlərin bir yanaşması var. Deyirlər ki, uşaq tərbiyəsində çoban kimi olub. O necə olur? Bu belə bir prinsipdir. Məsələn, çobanın düzü kobud bir misaldır, amma bunu əsas olaraq götürürlər ki, belə bir nümunə verirlər ki, məsələn, çobanın pulu qutaranda gedib qoyunların yanında ağlayır. Yox, ağlamır yəqin ki. Qoyunların yerinə fikir yürüdür. Yox. Qoyunların hansı Uzaq başı dərdim bölüşər ki, neyniyək, ay çəpişim bəri gəl gör. Ay, sağ ol. Yox da, qoyunun hansı otu yeyəcəyini seçir. Yox, seçmir. Aha. Deyirlər ki, əgər valideyn çoban kimi olsa və o sürünü dünya ilə necə tanış edir və onun təhlükəsizliyinə cavabdehlik daşıyır, onda uşaq dünyanı real ölçülərində qavrayır və dünyaya valideynin iddialarını əks etdirir. Yəni bunu bir azca da açaq. Uşaqların sərhədsizliyi valideynin evdə şəxsi sərhədlər qaydalarını bərqərar etməsi ilə başlayır. Şəxsi sərhədlər nədir? Şəxsi sərhədlər evdə sənin, mənim sərhədlərinin yaradılmasıdır. Bu sənin, mənim bu uşağı eqoizmə aparmır. Bu sənindir, bu mənimdir, toxunmaq olmaz. Aha, bizim cəmiyyətdə dəyər verməklə uşağı egoist yaratmağın arasındakı sərhəd itib. Bəzən valideynlərin qorxuları olur ki, onlar evdə bir egoist varlıq yetişdirərlər. Amma bunun uşağa şəxsiyyət verməklə əlaqəsi yoxdur. Uşağa şəxsiyyət verdikdə tamam başqa bir mənzərə canlanır. Uşaq sərhədləri bilir. Uşaq bilir ki, bu dəftər onundur, bu qələm qardaşınındır. Və sərhədlərə hörmət eləməyə başlayır. Evdə şəxsi sərhədlər bərqərar olduqda, yəni mənim, sənin bəlli olduqda, uşaq valideynləşmir, valideyn uşaqlaşmır.
Gəlin baxaq görə valideyn necə uşaqlaşır. Valideynin uşağın uşağın daha doğrusu şəxs sərhədlərinə daxil olanda, uşağın bütün qərarlarına müdaxilə etdikdə, seçimlərinə müdaxilə etdikdə, onun zaman-zaman tədricən qərarlarına nüfuz etməyə başlayır. Onun şəxsiyyətinə nüfuz etməyə başlayır. Bu şəxsiyyətə nüfuz əslində çox həddindən artıq xoş niyyətlərə bürünür. Məsələn, o uşaq da seçə bilməz, o uşaq da bacarmaz, o uşaq da bu fikri yürüdə bilməz. Məsələn, qonşu gəlir xahiş edir ki, onlar uşağı göndərəsiniz, aşağıda mənim çantalarıma kömək eləsin. Ana deyir ki, dur get. Uşaqdan soruşmaq söhbəti yox. Uşaqdan soruşmur. Uşaq orada məcburdur. Artıq şəxsi sərhədlərə daxil oldu. Uşağın şəxsiyyəti asta-asta, tədricən, xırda-xırda əlindən alınır. Və şəxsiyyətin əlindən alınması bunu bu qəyyum qadınlara aparıb gətirib çıxarır. Qəyyum valideynlərə aparıb çıxarır. Qəyyum valideynlər qətiyyən pis niyyətləri yoxdur. Qətiyyən. Onlar sadəcə olaraq deyər ki, o onu bacarmaz, o fikri yürüdə bilməz. Məsələn, hətta belə bir toksik yanaşma var. Fikir deyir, uşaq deyir ki, məsələn, uşaq deyil, artıq gənc, yetkindir. Deyir, onları bir neçə gündən sonra düşünüb cavab verərəm. Deyir ki, kimdən gedib fikir alırsan? Sən beynini kim doldurur? Sən beynini kim dolduracaq? Hə. O qədər münasibətdə güvənsizlik var, o qədər şəxsi fikrin olmamasına və onun yerinə o qədər fikir yürütmə, öz fikir yürütmə alışıb ki, onun üçün o yeni fikrin gəlişi təhlükə doğurur. Axı bu özü fikir sahibi deyil. Və bu da cəmiyyətə infantil insanlar qazandırır. İnfantil insan, şəxsi sərhədləri yoxdur, şəxsi fikri yoxdur. O növbədə dayanmış adamları görür və o adamları necə ki valideyni özünkü hesab eləyirdi, özünküləşmişdi. Hələ də o şəxsi sərhədlər paradigmasından qopmayıb, hələ göbək bağı var, mövcuddur və o adamların yanından ötərək keçib gedərkən yad adamların yanından keçdiyini zənn eləmir. Bizi çox doğmalaşdırır. Bəli, çox doğmalaşır. Bu Biz o qədər doğmalaşmaq istəmirik. Və bu çox doğmalaşmada metrodakı o basa-basa belə yadları itələdiyinin fərqində deyil. Orada özünkülərin içindədir. O valideyni itələyir, o valideynin ərki çatır. Nə maraqlı. Mən heç təsəvvür eləməzdim ki, metroda hansısa adam mənə itələyəndə ərk eləyir ki, mən səni itələyə bilərəm. Bəli, o haqqı özündə görür. Çünki o eyni zamanda o şuur altındakı valideynin yanındadır. Valideyn ev yoxdur. Ərk eləyəcək, valideyn ev yoxdur. Onu dönüb qışqırsa belə ki, kimsə metroda orada qışqırır da, o onu pis də qəbul eləmir. Valideynim də qışqırır. Oho. Bunu proyeksiya eləyəcək müdirə, bunu proyeksiya eləyəcək özümüzdən böyüyə, bunu proyeksiya eləyəcək hər şeyə. Çox qəribə bir mənzərə yaranır. Axı onda əzilmiş adam profili görünür kənardan baxanda, əzik adam, hər şeyə baş aşağı. Bəli, bu sizin nəzərinizə əzilmiş bir adam portreti yaradır. Amma insan ibtidai, baxın, gəlin buradan bir çıxış verək emosional zəkaya. Cəmiyyətdə nə qədər emosional zəka yüksəkdir, orada növbə mədəniyyəti də var. Orada insanların şəxsi sərhədlərinə hörmət var, sözlərin kəsilməməyi var. İnsanlara cavab vermək üçün yox, dinləmək üçün dinləyərlər, fikrini öyrənmək üçün dinləyərlər. Amma o cəmiyyətdəki əzilmiş və alçalmalar, orada o cəmiyyətdə insanlar cavab vermək üçün dinləyərlər. Bəlkə də heç nə olduğu fərq yoxdur. Əsas odur ki, mən ona cavab verdim. Əsas odur ki, mən ona cavab verdim, mən onu susturdum, mən öz haqqımı tələb elədim ki, burada haqdan da söhbət getmir. Ki, orada hansı haqdan söhbət gedir, biraz qaranlıqdır. Və burada sadəcə insan özünü reallaşdırmaya, özünü təsdiqə kökləyir, özünü reallaşdırmaya yox. Özünü təsdiq nədir? Mən varam, mən sözümü deyə bilirəm, mən qışqırıram. Bu qışqırmada isə yenə də başqa bir məsələyə gəlib toqquşur. Mən yad adam üstə qışqırmıram ki, özümüzünkilərdə. Bəs yaxşı, özümüzünkilərdir, mən hərdən o adamlara xatırlatma eləmək istəyirəm ki, növbə var da burada. Amma utanıram. Deyirəm ki, mən buna nəsə deyəcəm, durub ya çox vaxt tərs-tərs baxırlar deyəndə, çox çəkinirəm ki, birdən sərt reaksiya verər ki, hə nə olsun, verənlər də olur ki, nə var ki, buradayam. Onlar o xatırlatmanı eşidəndə nə hiss edirlər? Məni doğma qəbul edir axı, mənə ərki çatır. Mən ona söz qaytaranda ona hörmətsizlik eləmiş oluram. Yox. Siz söz qaytarmada, bax, siz də yenə də onları özünüzdən böyük görürsünüz. Və burada artıq mən onlara hörmətsizlik eləmiş oluram fikrinə qapılırsınız. Burada yenə də doğmaların arasında gedən bir münasibət cəryan edir. Əgər söhbət yad adamların arasında gedən münasibətdən cəryan etsin, deyərim ki, mən öz haqqımı tələb elədim. Yəni, dolayısıyla yenə siz də o fikirdəsiniz. Və biz Azərbaycanlılar olaraq sosial şəbəkədə də özümüzünkilərin arasındayıq. Və özümüzünkilərin arasında olduğumuz üçün biz aramızdan çıxan dahilərə də inanmırıq.
Aha, nə maraqlı. Ki, əşi o eləyə bilməz. O eləyə bilməz. Çünki onsuz da ailədə o qədər bacarıqsızlıq və o eləyə bilməz fikri aktual olub ki, biz həmişə orada qəyyumuq və biz öz məsələn biz tutalım bir yazıçının kitabını oxuyuruq. Gətirib yazıçının kitabını bizə verirlər. Mən bir Azərbaycanlının onu yazdığını görən kimi mən kitabı örtürəm. Çünki yerlidir, bizimkilər əmələ gətirə bilməz. bəli, əmələ gətirmək. Mən mövzuma girirsiniz. Bəli. Biz artıq orada yenə də qayıdırıq o növbə mədəniyyətindəki özümüzünkülərə. Mənim əslində fikrim pis fikir deyil. Mən onu ərk elib yürüdürəm də. Sən yaza bilmərsən, sən bunu eləyə bilmərsən. Mən yenə də orada valideynləşirəm. Uşaq deyil. Bu dəfə valideynləşir, necə ki valideyn uşaqlaşır, uşağın yerində qəyyumlaşır. Bu dəfə uşaq valideynləşir. O artıq içində öz kökünün, nəslinin valideynini gəzdirir. O valideyni onun içərisindən qaşıyıb çıxartmaq lazımdır. Ona şəxsi identifikasiya qazandırmaq lazımdır ki, əzizim, şəxsi identifikasiya lazımdır və şəxsi identifikasiya da insan ibtidai beynindən çıxır. O 5 yaşlının beynindən çıxır. Çünki 5 yaşacan bizə ibtidai beyin lazımdır. İnsanın beyni bir neçə səviyyə bölünür. Məsələn, ağlın özünün səviyyələri var. İbtidai beyində insan ibtidai tələbatlara malikdir. Mənimdir. Yeməliyəm, içməliyəm, növbəni vurub keçməliyəm, öz haqqımı tələb etməliyəm, ədaləti bərpa eləyəcəm. Bu kimi tələblərə, ibtidai tələblərə malikdir. Amma elə ki ağıl yüksəlir, emosional zəka, yəni emosional zəka fikri 90-cı ildə Amerikada yaradılmış böyük bir nəzəriyyədir. Bu emosional zəka öz emosiyalarını tanıyıb və qarşısındakının emosiyalarını bilib, emosiyaların arasındakı sərhəddi sezməkdir. Emosional zəka ideyası irəli çıxandan sonra, meydana çıxandan sonra fərqinə vardılar ki, sən demə, insan öz emosiyalarını tanımadığına görə qarşısındakının emosiyalarını asanlıqla yiyələnir və o emosiyaların sərhədsizliyində əslində həmin insanın qəzəbinə bulaşır, həmin insanın kədərinə bulaşır, həmin insanın hər hansı bir fikrinə virus kimi yoluxur və öz emosiyalarını tanısa, bilsə və o ibtidai beynindən çıxsa, artıq cavab vermək yox, dinləmək əhval-ruhiyyəsinə köklənir. Bəs bu insanlarda emosional zəkadan biraz uzaqlaşsaq, o ədalət anlayışı varsa, bu insanlar növbəni pozaraq ədaləti bərqərar elədiklərini düşünürlər. Çünki tutalım ki, bu adam həyatdan gözlədiyi şeyləri ala bilmir. Düşünür ki, bu həyat, bu cəmiyyət mənə layiq olduğum heç nəyi verməyib. Bu növbədə mən əlimdən gələni eləyə bilərəmsə, onda ədaləti mən bərqərar edeyim, keçim durum qabağımda. Burada birinci növbədə ədalət sözünü araşdırmaq lazımdır. Ədalət başqalarının haqq və hüquqlarını tapdalayaraq əldə olunan bir nəsnə bir şey deyil, bir hal, vəziyyət, proses deyil. Ədalət başqalarının hüquqlarının da hörmət olunaraq və başqalarının zülm olunmayaraq və haqqının aradan getməsin deyə edilən bir məsələdir. Məsəl üçün, baxsaq Robin Hood ədalətsiz adam idi. Çünki yenə də kimlərinizə malını çırpışdırırdı, başqasına verirdi. Yenə də burada ədalət prinsipi pozulur. Bu ədalət prinsipi toksik ədalət prinsipidir. Bu Robin Hood'un ədalət prinsipinə bənzəyir. Gedirəm başqalarının nəyinsə əlindən alıb başqalarına verirəm və mən növbəni pozuram. Robin Hood kimi özümə ədalət bərqərar edirəm və bu ədalət kifayət qədər mənim şəxsi mənafeyimə xidmət edir. Bu mənim uşaq vaxtı valideynin yanında oyuncağını balaca qardaşımın əlindən almağıdır. Bəs yaxşı, axı biz bu nağılları uşaqlarımıza ötürürük, aşılayırıq. Bax, Robin Hood'a bax, görürsənmi? Varıdan alıb kasıba verdi. Görsən nə qədər yaxşı iş gördü. Deməli, biz uşaq vaxtı uşağımıza düzgün olmayan, toksik bir ədalət aşılamış oluruq və o da axırda gəlib cəmaətin növbəsinə girir. Yaxşı, bəs mən nə eləməliyəm, necə eləməliyəm ki, uşağın böyüyəndə bax, bu növbə canavarına çevrilməsin də, dursun, sırayla öz yolunu gözləsin, növbəsini gözləsin. Durub özümün o növbəmi gözləməyim ona kifayətdir, yoxsa yox? Uşaq tərbiyəsində əsas götürülən məsələlərdən biri valideynin sözlə və davranışla münasibətini tənzimləməsidir. Uşağın sözlə münasibəti çox gec formalaşır. Uşağa sən bunu eləmə dedikdə, uşaq onu eləməni təhlükə kimi qavrayır. Çünki bu eyni zamanda əmrdir və əmr isə hər zaman beynində bir təhlükə əks sədası yaradır. Eləmə deyəndə valideynin davranışı nə qədər təhlükə vəd edir, nə qədər qorxu vəd edir. Baxıb görür ki, valideynin davranışı sadəcə olaraq eləmə sözündən məhdudlaşıb. Uşaq adətən o eləmənin ardınca gedir. Hə, eləmə deyirsən eləyir. Eləmə deyirsən eləyir. Çünki valideynin ciddi qəbul edə bilmir. Valideynin davranışı ciddiyyət vəd eləmir.
Biz bu uşağı necə özümüzü ciddi izah eləyək? Aynen, onda mümkün qədər valideyn davranışa köklənir. Davranışa köklənir, məsəl üçün, gedib durur növbə mədəniyyətinə əməl eləyir. Və yaxud da ki, ailədə yalan pedaqogikası var, yalan. Yalan pedaqogikası nəyə əsaslanır? Mən bunu Divar Notayında kitabında da geniş yazmışam. Yalan pedaqogikası bu demək deyil ki, valideyn uşağa yalan danışır. Məsələn, uşağa əgər, məsələn, bir misal çəkək, orada kitabda qeyd elədiyim kimi, uşaq sual verir ki, toy şəkillərini vərəqləyir. Deyir, bu toyda mən niyə yoxam? Aha. Valideyn əgər o uşağa başından eləyirmiş kimi cavab verdikdə, uşaq özünü alçalmış və zəif hiss edir. Uşağa münasibət bildirir ki, deyir ki, sən onda kələmin içindən çıxmamışdın, sən onda yox idin. Baxın, bu da yalandır. Biz yavaş-yavaş yalanı uşağın zihnində inşa edirik. Və uşağa bu albomu örtürük, başlayırıq uşağa yalandan danışmağa. Yalan bu elə pisdir, belə pisdir, belə pisdir. Uşaq da qulaq asır, deyir ki, yalan pis şeydir. Birazdan sonra qapı döyülür. Qapını döyən adam atanın borclu olduğu şəxsdir. Ana isə bilir ki, bu adamın qarşısına ata çıxsa, ata da işarə verir ki, bu adam gələndə mənə deyin ki, mən evdə yoxam. Uşaq qapının arasından baxır. Görür ata yataq otağında oturub, adam qapıda atanı soruşur, ana deyir ki, ata evdə yoxdur. Uşaq yalanın psixologiyasını çözməyə başlayır. Yalan pisdir, amma anam eləyirsə deməli eləmək olar. Bu bir variant. İkincisi, yalan pis şey deyil. Sadəcə olaraq yalanı kifayət qədər daha ustalıqla ifadə etmək lazımdır ki, sənə inansınlar. Ana uşağın yanından ötüb arxa otağa keçirsə və uşağa izahat vermirsə ki, bu yalan təhlükəsiz anlamındadır, onu uşaq yerinə qoyub, şəxsiyyət yerinə qoymadıqda uşağın artıq beynində toxumlar səpildi. Yavaş-yavaş cücərəcək böyüdükcə o yalanlar. Böyüdükcə o yalanlar böyüdü. O yalanları biz növbədə edəcəyik ki, mən tələsirəm, mənim işim daha vacibdir. Mən filan məsələdə həkim mənə demişdi qayıt gəl, amma həkim elə bir söz deməyib. Analizin cavabını göstərib çıxır. Analizin cavabını göstərib çıxır. Uşaq da yanımızdadır. Biz uşağı hər yeri yanımızda çantamızdan daşıyırıq. Çantamızla dedim. Uşaq kimi, şəxsiyyət kimi yox, çantamız kimi daşıyırıq. Və uşaq başlayır. Aha, cəmiyyətin öhdəsində elə belə gəlmək lazımdır. Və yavaş-yavaş bu yalanlar toxum atır, güyərir, budaqları, yekə ağac olur. Sonra da həmin ağacın altında dava düşür. Sən mənim növbəmə niyə daxil olursan? Axı bura mənim növbəmdir. Ona görə bizim cəmiyyətdə o formalaşıb ki, əşi bizə bu yaxşıdır, elə bizə bu yaraşır. Bizə bundan artığı lazım deyil. Bəli. Çünki biz o cəmiyyəti özümüz yaradırıq. Asta-asta inşa edirik. Yəqin ki, o məşhur sözü eşitmisiniz, cəhənnəmə gedən yolun daşları yaxşı niyyətlərlə hörülüb. Əla fikirdir. Amma qorxulu fikirdir. Və qorxulu fikirdir. Yəni biz hər niyyətimizə fikir verməliyik ki, bu niyyətin sonu bizi aparıb hara çıxarır. Və bu niyyət bizi harda, cəmiyyətin 10 ildən sonra hansı ağacın altındakı davaya, hansı xəstəxana koridorunda, dəhlizində, hansı mübahisəyə və hansı məsələyə aparıb çıxaracaq. Və bir də sonluq ola belə bir söz deyim. Söz də daş kimidir. Onu da göy özündə saxlamır. Çox sağ olun.